Dondurma anginaya səbəb olmur. Yayın ən sevilən desertlərindən olan dondurma haqqında maraqlı məlumatlar açıqlanıb. Meyvəli buzun sağlam seçim olduğu düşüncəsi hər zaman doğru deyil. Tərkibində əsasən su və şəkər olan bu məhsul qanda qlükoza səviyyəsini sürətlə artırır və diabet riskini yüksəldir. Maraqlıdır ki, tərkibində yağ olan Plan-1-in glisemik indeksi daha aşağıdır. Çünki yağ qlükozanın sorulmasını ləngidir deyə mütəxəssislər bildirib. Araşdırmalara görə insanların 30-40% dondurma yeyərkən alın nahiyəsində qəfil ağrı hiss edir. Bu soyuğun təsirindən damarların əvvəlcə daralması, sonra isə genişlənməsi ilə əlaqələndirilir. Həkimlər həmçinin qeyd edir ki, dondurma anginaya səbəb olmur. Çünki xəstəlik virus və ya bakteriyalar tərəfindən yaranır. Əksinə, dondurma ağrını azaltmağa kömək edir. Dondurma kalsium mənbəyi hesab olunsa da onun tərkibində xeyli şəkər və kalori var. Məsələn, 100 qram Plan-1-də orta hesabla 220-260 kalori və təxminən 4 çay qaşığı şəkər mövcuddur. Mütəxəssislər bildirirlər ki, dondurmanın müntəzəm və həddindən artıq istehlakı piyələnmə riskini yüksəldir.